Salam, mən Pələng, Şah Pələng. Avokado yoxdur. Əmi gəldi, əmi. Olmaz. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Yeni bir gündən hamınıza salam olsun. Bu səfərki qonağım kimdir? Emin. Salam. Emin, necəsən? Yaxşıyam, sən necəsən? Təşəkkür edirəm. Avtostopa həyəcanlısan mı? Yox. Bu arada dişimdə də tellər var. Bəlkə də danışığımda, diksiyamda biraz problem ola bilər. Xeyirli olsun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Emini tanıtmağa ehtiyac varmı? İlərdə suallarımı verəcəm. Emin sosial mediada maraqlı videolar çəkir, əsasən yumor üzərinə. Bəli. Tanımayanlar üçün qısa bir bilgi verim. Emin, avtostop. Neçənci bölümdə bilmirəm. Bundan öncəki qonaqlarımla 4 olmalıdır. Avtostopa buradan çıxacağıq. Buradan başlayacağıq. Üzü hara gedirik? Üzü Ağdama gedirik. Yolumuz uzundurmu? Təbii ki də uzundur. Yorucu gəlirmi avtostop sənə? İstidir deyə biraz ola bilər istidən. Hə. Bu arada hava çox istidir. Başımıza gün vurur. Beynimiz eləməmişik. Nə etməliyik? Avtostop. Bəli. Amma indi nə olsun istəyərdin? Bir dənə maşın olsun istəyirəm. Həqiqi. Bir dənə maşın olsun. Mən də istəyərdim. Bir dənə maşın olsaydı rahat-rahat gedərdik. də nə avtostop? Çıxaq gedək də. Özümü gülədi, elə dişlərim belə gəlir. Tamam. Sən bir dənə deyək. Maşın. Maşın. Vay, qardaşım bu kimindir görəsən? Kimin nə? Baxaq görək. Götürsə görsən problem olar. Heç kim yoxdur. Yoxdur. Uşaqlar heç kim yoxdur. Götürəyim mi? Götürək məndə. Həqiqətən. Ciddisən. Get adı da. Adrenalin değil mi? Sonuna kadar yaşayalım. Hoppa. Böyle kalacak mı burada? Tamam olacak. Olmayacaq. Görən yiyəsi buradadır mı? Danışamadım. Görən yiyəsi buradadır mı? Burada O kişidir. Nə tərəfə baxırız? olsa yaxınlaşardı. Yəqin gedib, yəqin nəsə iş. Boşun Biz qalsın. nə edib? Açar üstündədir. Və hotdog deyirəm. Və xotduq. Və Və işlək vəziyyətən. Necə? Yoxlama olar. Yoxlama olar. Necə sürürlər görən maşını, beləmi? Sürməyi bilmirsən? Belə də. Beləmi gedir? Özü gedir. Bizi buradan belə tutub çəkə bilərsən istəsən. Okey. Məncə çox tez çatacağıq. Çox rahat oldu. Yolumuz nə qədərdir? Yolumuz belə deyim sənə, Yevlaxın Kuruğuna gedəcəyik, Kuruq yox dairə. Oradan gedəcəyik Bərdəyə, oradan da keçəcəyik Ağdama. Uşaqlar Ağdama gedirik. Ağdamda bir əmimiz var, o gözləyir bizi. Hansı ki çox maraqlı bir insandır. Videonun ilərləyən dəqiqələrində təbii ki də görəcəksiniz. Görək. Həyecanlısan? Biraz riskli video. Biraz riskli videodur. Yəni mən tapdım da bunu çəkməyə. Yəni Həqiqətən Emin nə dedimsə o bütün evdəkilər də vidalaşıb gəlmişəm. Evdəkilər bilirmi temanı? Evdəkilər bilmir demədim. Hə, Oradan yəni demədim ki. storydə görəcəm. Hə, storydə yəqin ki. Böyük ehtimalla anam Deyəcək, abala sən də gəzirsən. Emin, yol üstü səni qəşəng bir yerə aparacam. Hansı ki çox məşhur bir yerdir. Qutaf verirlər orada. Kürdəmirdəyik uşaqlar. Daha doğrusu Kürdəmirin kəndlərinə girəcəyik. Bu yol üstündə bir Hacıqabul uzundur. Sürücülər əsas onu deyir. Bir də Kürdəmir. Girirsən çıxamırsan. Qutarmır ha qardaş. Kəndləri çoxdur, çox. Kürdəmirin girişi var, çıxışı yox. Kürdəmirdə az olmuşam. Çünki çox isti olub böyle bir şey. Yəni çox dözənməmişəm. İndi görək bu dəfə necə olacaq. Kürdəmirdən keçəcəyik. Xarçdır. Biz ben demiştik girəcəyik. Ayda biz Ağdama getdik, niyə adıma düşdük? Biz Xartgillə Kürdəmir videosu hazırlamışdıq. Pələnglə avtostop Xart Kürdəmir yazsaz qarşınıza çıxacaq. İzləyərsiniz, maraqlı bir videoydu. Belə maşını da götürdük, gedirik hal-hazırda. Emini bir havalı çəkim. Atdı bax. Yolumuz uzundur mu? Uzundur. Qabaqda qutabxana var. Bir dənə
qutab yeyəcək. Çox azmışam. Dəhşət. Və pələng çox tərifləyir. Mən bilmirəm. Həqiqətən uşaqlar, avtostop videolarıma baxmısınızsa mənim kanalımda, orada gedirdim, yeyirdim, içirdim. Qarın qutabı yemirəm. Sən yeyirsən? Qarın qutabı həqiqətən mən sevmirəm. Göy qutabı. Göy, özü. Bir də boranı qutabı var. Ət də özüdür. Ət. Bir də şeydir, boranı qutabı var. Ya boranı mən istəyirəm. Boranı yeməmsən? Mənlik deyil. Zakatalı yemişdim uşaqlar. Zakatalıya gəlməyi biz istəyirsinizsə yorum yazın. Mən Zakatalı şey qutab demişəm. Nə? Cidkən qutab. Özüdür. Belə tut da. Ay sağ ol. Sən elə qal elə. Ay Emil, hamıya maraqlı olan bir sual verim sən çıxmamış. Yəni eminim sənin söhbət konferensiyasını alıb. Videolarında əsasən başına mayka atırsan, canım sənin desin, futbolka atırsan, tişört atırsan. Bu necə oldu, necə başladı bu serüvən? Bu necə oldu? Mən əvvəl baxırdım TikTok videolarına. TikTok təzə çıxmışdı, hələ Azərbaycanda yaxşı yayılmışdı. Onda baxdım ki, cəmaət gülməli videolar çəkir. Mən dedim ki, mən baxıram videoya, deyirəm ki, gülməlidir. Prosta bunu da eləyərdin də, bunu da eləyərdin. Elə öz beynimdə buna elə bir şey edirəm, əlavələr edirəm. Sonra dedim ki, mən niyə eləmirəm ki bunu? Başladım eləməyə. Elə mən yoxlayım görməyəm. Mən yoxlayım da baxdım ki, sən də çox da əziyyət çəkmədim, nə yalan deyim. Oturdum evdən bir dənə şkaf açdım. Qız roldusa maykanı taxdım. Ya maykanı özün tapdın, hardansa gördün? Yox, mayka ümumiyyətlə var. O heç ümumi dünyada belə bir şey var, amma tam olaraq belə mən çox işlətdim. Mən ağ elədim biraz. Mən çox ilhamlandım və bir də çıxartmadım başımdan. Bir də gördüm ki, ancaq Fatimanı yaratdım. Amma Fatimadan sonra çox maraqlıdır. Fatimanı səhvən yaratdım belə və gördüm ki, cəmaət Fatima fanatı olur da. Yəni hətta mənə yolda görə Fatima deyirlər. Bu arada mənim öz analizimdir. Mən Emini izləyirəm şəxsi həyatında da. Biz hətta tost deyəcəm. Biz qutabıq. Yəni Emin digər vaynerlərdən fərqli olan bir cəhəti var. Qısa və tespit üzərinə. Biraz tam olaraq qısadır. Yəni səndə rollara girmək bir vayında yoxdur. Məsəl üçün əsasən çox rola girmək. Qısa tespitlər. Yəni məncə hekayə qurmuram da, olanı eləyirəm də. Məsələn, bir var ssenari yazırsan, bizə göstərirsən. Mən gedirəm, görürəm ki, qabağımda bir ana uşağını əsəbləşdi məsələn. Baxıram ki, bu, yazdım, qeyd elədim. Bunu bu cürünə formalaşdırır. Bunu belə, deyirsən. Çünkü bir istisnadır. Neyse katadım gödeyi sanırım. Başı bak. Kamerada tut bir daha ya. Bu çəkirəmə göstərməyir. Əlvi arxa ekrana bu. Gəlmişik bu arada qutabxanaya. Uşaqlar belə bir yerdir. Burada əsasən tırcılar dayanır. Bilirsən də tırcılar həqiqətən ağzının dadını bilən adamlardılar. Yolda harda dadlı yemək verirlər, onu bilirlər. Bu dəqiqə baxıram, yəni güvəndim də. Yəni orada yeyilmə qaydasından belə bilirlər ki, professional. Udqunuruq da. Düşə oralara bir baxaq, bir göz yetirək. Mən çox gəlmişəm bura. Bunu hər səfərində vurğulamaq istəyirəm. Ya Allah. Həyəcanlısan qutab yiyəcəyivə. Nuş olsun. Salam melek, nuş olsun. Bir yorulmayasınız. Ayca? Maşın işi. Baş üstə. Bibi mənə inanmadı. Dedi, buranı çəksən, deyirəm, yox. Deyir, yox, buranı çəksin. Məncə sən bilirsən bu dillərdə. Necəsən qaqa? Sağ ol. Burada işləyirsən? Bibican, göy qutabın var. 2 dənə zəhmət olmasa göy qutabı yanında acıqa ilə. Qatıq yeyirsən? Olar əslində. Qatıq da verərsiniz. Qatıq olur. Yoxdur, var idi axı. İndi vermirsiniz. Mən köhnələrdənəm, bura nə qədər gəlib? İstəyə görə bəs çətindir o. Allah canım sağ olasın. Bəs olmur. Onda göylə başlayaq. Gəl burada otursan Emin bəy. Gözlədiyin abu hava var burada. Yəni belə doğal hiss elətdirir. Yəni
Yoxsa bura indi qəşəng bir yer olsa, deyərdim ki, yaxşı da, yəni dad olaydı. Gənclər qutabımız gəlibdi. Ətri necədir? Həqiqətən qəşəngdir. Sürtürən yağın yeyinir bir Ciyərləri və çəkməsi. Biraz acıqa, biraz sumaq. Fikirlərimi ala xahiş eləyirəm. Eləyim ki. Bəli. Məncə sən yemcil bir qardaşımızsan. 100%. Nə hələ ki. Özü deyə, ay bulansın. Həqiqətən, tam sənin fikirvi denən. Ağzım ya. İstedi. Uşaqlar, ucardadır bu yer. Yəni mütləq gəlməlisiniz. Yol üstü Gəncəyə gedənlər, Qazaxa gedənlər bilirlər onsuz da. Məşhur qutab yeridir deyəcəklər. Çölü isə belə bir yerdir. Təqribi göstərdim. Mən özümə gəldim. Bu nədir? Mən özümə gəldim. Uşaqlar qayıtdı. Əqidatlıdır. Bir dənə qatıq istəyərdim mən göy qutabını qatıq. Burada verirdilər yəni. Mən nəsə bəxtdən dedilər qatıq yoxdur istəyirəm. Çox da baha da deyil. Əmi qutab neçədir? 1 manat yox. Bu boyda qutab mən. Qəbələdə 4 manat deyir bunlar. Buradan uzaq gəl. Deyirəm bəlkə biraz mallara baxaq. Gedək. Hadi. Burada qarpız, pomidor satırlar. Bəlkə baxaq. Avokado yoxdur. Bilmirəm, düşə soruşaq. Gedək baxaq. Gedək. Hələ bura haradır? Bura Ağdam. Tamam. Ağdam. Bəli. Bilirsiniz də Fadima Emin'in karakterlərindən biridir. Dedik biraz maraq qataq. Benim burada nə var? Burada gördüyün kimi qarpız var. Sən bilirsən şirin qarpız necə olur? Qarpız nədir? Qarpız da görmürsən. Qarpız mən sevmirəm. Mən avokado varsa, Avokado. sabah səhər özüm avokado almalıyım. O yağından istifadə etsən, yoxsa salata istifadə? Avokadonu əzirəm və guacamole hazırlayıram. Bilirsən sən yoxsa? Yox, bilmirəm. Şirvanda guacamole yoxdur. Salam Mələk, qardaş, necəsiz? Nə var, nə? Bəlkə bir dənə qarpız alıq əqi. Olar, gedər. Alıq, yey orada. Qarpız gedər. Gəldik, çıxdıq Seyid Əmicilin həyətinə. Qardaşım, ilanlar saxlayır. İlanları eğitir. Mən ilan görməmişəm yenə görə. Bir dəfə görmüşəm, qaçıb gedir. İndi görəs. Hə. Çox ilan var yəni. Nə Nə? ilan var? Çox ilan var. Ay salam Mələkə. Gəlmək olar əmi? Təhlükəli deyil. Dişləyib eləyərlər ha bizi. Nə var, nə yox? Nətərsən əmi? Yaxşısan? Nə var, nə yox? Hoş gəlmişsən. Dostum Emin. Hoş gəlmişsən. Yaxşısan əmi? Qaqulyaya üzüldüm. Niyə? Qaqulya var idi. Gürcə. Aynen. Ölübdü. Gör hardadır? Hardadır? O nədir əmi? Hə? Müqavasını hazırlamışam, görün. Nə gidirsən? Hoş gəlmişsən. Əmi nətərsən? Gəl bir öpüşək, görüşək. Nə var, nə yox? Sağ ol, sən nətər? Biz muhteşem üçlüyük, bizim videolarımız var. Əmi sən Allah bu qaqulyanı ağarmısan belə? Yaxınlaş bax. Onun dərdini deyim sənə. Hə. Bu gül kimi yaşayırdı. Bu yazıq. Onu bir çək, onu göstər onu. Bu bərli bəzəkli, yaraşıqlı oğlan. Burada ilanzadə olar, Yox, yox. Eşidirsən? Hə. Demək yazığı gətirdik. O həyat onu çox gördük. O gül var, deyə o dişi. Hə, Onu hə. çək onu. Onu Hə, çək. onu. Yedi orada. Bax, onu gətir saldıq bunun yanına. Hə. Arvad dərdi öldürdü bunu. Yox, durdu 8 ay yaşamadı. Deyirəm. Gözüm də. qopur-qurub. Bax indi sən bunu sən canı fikir ver. Sən buna fikir ver. O həqiqi Gör ilan bunu. idi o. Gör bunu arvad, gör bunu arvad nə günə salır. Bax, bunun dərdi böyükdür. Tükün biz oldu nəsə. Bunun dərdi böyükdür. Bunun içində nə var indi? Bunun içində Sindibol. sentipon. Sentipon deyil ya. Bu doğrusu dərin içinə şey oldu. Yazıq qokur qurur. Aa videosu var ya, burada gəzirdi rəhmətli. İndi bu da Əmi bura qoy da. ara. Ala. Bir Onun amma bura bax. Pis oldu mu? Hə.
Arvad bunu öldürəndən sonra bax, nömrə verir orada. Ona bax. Fikir ver. Ay burada gəzir də bu. Hə, yazıq bu çox yaraşıqlı adamdır. Telli bir Ağıllı idi, bildiyin az qala çağırırdı, gəlirdi. Mən nə deyim? İlk girən kimi bunu görmürəm. kim oldu? Girişsə uzanıb qaldı. Nə günə qalıb görmün. Yazıq bunun hayır. Hər ilanın adı var, hə, ayrı-ayrı. Ada bu Qaqulya idi. Oğlandı bu. Yazıq bunu deyə arvadını dırdır öldü. Deyə bax o Gülya. Ha onu o tərəfdən çıxar da. Yox sən də onu o tərəfdən çıxart ki bunu görməsin. Görsə ağlayacaq. O görür. Ona bax, ona. Lənət olsun. Mən əmi qorxurmuşam, indi fərqinə vardım. Yaxındır əmi. Yaxındır. Yaxındır. Dəlifdir ha. Görsən də deyinir. Uşaqlar görürsüz. Hı. Fatima yoxdur. Fatima yox açıq. Görsən əmi zəhərli ilan dayanır. Bu zəhərlidir. Qaçmır. Hə, o bu çox zəhərlidir. Orada nətər durub ha. Əmi rəng açıb elə bir bu şey parıqmaq yaparmamsınız? Yox, bu öləndən sonra mı olub elə? Kişini öldürüb Tündüydü rəngi. Hə, özünü öldürəndən sonra özünə baxır da, kişini öldürdü. Zəhər görsə nə qədərdir? Əmi bunu əhəlləşdirəmməm səni. Bu eyni həyasızlıqdadır. Gülüşka. Gülüşka. Gülka deyil, Gülka. Emin yaxın gəldi ay Emin. Olmaz. İsti yandırır onu. İsti yandırır. İstiyə dözəmir də. Bu da çox tələ. Başqa Bunlar var əsas güzel. günün qabağına çıxır. Hə, biri də var. Biri də var. Gülüşka. Emin belə riski gəlməz. Yox, bax yoxlayır. Buradan nə keçir? Kim keçir burada? Yoxlayır. Ay promo deyil. Emin sən nə fikirləşsən bu mövzu haqqında? Valla mənim heç bir fikrim yoxdur. Onu bilirəm ki, o onun nə işi. Bax, görsən yarpaqları da yoxlayır. Fikir ver. Yoxlayır. Sadəcə olaraq etibar yox. Çünki buranın deyir lotus Hə? mənə. Etibar yoxdur. Öldürdü yazığı Hə, qahət yazığı eləyib buna görsən. bax, Yazıq hə, qahət bu. olub. Vərəmlət deyil onu. Bunu vərəmlətdə, çərrətdə öldürdü bunu. 3 dəfə vurub. Bu çərrədə Hər öldü. 3 dəfə vurub bunu. Gördün? İndi de oradan deyir ki, Sonra Qaqulya. Kövrəldi. köf. O çox sakit. Sən də hamısını tanıyırsan. Ha, Qaqan bunların hamısını. Aa! Qorxdu mən. Sən Əqbə nəsədə. Əlinə dəydi o. Əqbə nəsədə. Qorxdu. Əmi mən bu həyata girəndə özümü çox belə şey hiss edirəm. Nətər yoxlayır, daşları. Saralıb, əmi elə bil. Rəngi Yaş, dəyişir. yox, yaş aldıqca saralırlar Qaqulya kimi. Yox, ona deyil. Odur. Mühitə uyğun. Yaşadığı yerə. Kamuflajı dəyişməlidir. Əmi deyək ki, Emini vurdu indi. Emin neçə dəqiqə ölər. Deməyək onu. O baxır dozanın yer etməyinə. Deyək ki, vurdu da full doza bırak. Ölümünə vurdusa çətin məsələ, müalicəsi. Sonra da buradan Ha, heç ha. Ağdamın mərkəzinə aparam. Yox, yox. Getdim. Bəs pələngi vursa olar mı? Qardaşım, mən vurmağa yaxınlaşsa ürəyim partlayıb ölərəm. Bilirsən əsasda nəyə görə? Ölmüş quş meyit dərizadı yeyir çox vaxtı. Quşdan alınan zəhər, məsəl üçün çərçədir, mərçədir. O biri ilanların içindən fərqli olur. Yəni o quşu vuran kimi yerində də öldürür. Yəni uzaq qaça bilmir. Çünki o biri ilanlar məsəl üçün sıçoğlu sıçanı varanda sıçan biraz aralı qaçır ölür axı. O izlə gedib tapır. Mən sən bir sual verim. O bizim üstümüzə cumar. Yox. Heç nə eləməsən gəlmir üstümə. Yox. Əgər sən ona qarşı hansısa bir aqressivliyin varsa, hə, onda. Hiss eləyir də amma yəni. Bu arada bilirsən də ilanlar 2 il falan yemək zat yemir. Belə, Yemir. hə, düz deyirəm. Ac qala bilir. Ac qalır. Az qala bilər yəni. Bəli. Susuz yox ac. Ac qalır. Bəs siz bunu nə ilə qida və gətirirsiniz, nəsə atırsınız onu yeyirdiniz. Cici bəbə verir. Birdən görsən ki, bu taxıl anbarında zadında dev ventilyator var. Oradan səsələr qəfil uçanda tap birdən 20-sini birdən gətirirlər. Onun birdən. Hə. O bir dəfəyə yeyir, elə necə? Ha, bir dəfəyə yeyir. Hə, bu güzəlinə. Ona bax, analiz edəcəksən. Görürsün uşaqlar. Gələm. Get başla dönərəm. Sən zəng tapdın.
tapqalayarsan ha. Oydu, günə tört yəni. Onu tapqalasa, onda Heç bə. Əmi vurar ya, əmi gəl. Əmi təhlükə zənn eləyər. bəsdir. Əmi bu gəlir. Tandak deyil, çəkmə. İstiyə görədir. İstiyə onu yandırır, deyil. Yuvasına gəlmək istəyir. Əmi görə yuvasını özü tapacaq. Qoysam yanına. Görə tapacaq özü. Gülya. Ay Gülya. Gülya, qadan qalım o özü. Ay Gülya. Bu nədir əmi? Gülyadır. Bu cavandır bax. Uşaqlar, bu da başqasıdır. Ona bax bilinmir, Emin. Ona bax belə baxırsan görmürsən. Ha, doğrudan şey olur, kamuflaj olur. Kamufle olur. Yani. Bu rahat. Bir keçən də buradan keç. Erkək də adam öldürür. Erkek. Vursa yaşamırsan. Gülya da buradadır. Bu bayaqçından daha pisdir, hə? Bu vursa Vəhşiliyi belədir ki, vəhşiliyi, ha. Bu gəldiyi bir çaydır. Görsən necə burulur. Xəbərim. Ulu. Görsən nə sənin? Vay. Vəhşidir, ha. Uydu. Uy. Pəncərəyə çox yaxın girer içəri. Həqiqi. Yer axtarır, girməyin, əsəbləşir. Hə, vəhşidir, ha. Bu vəhşidir. Bunu görə əhəlləşdirir. Əmi gəldi, əmi. Ay, şah bələk qalıb, əmi. Şah bələk bax. Oy, bax sən. Buyur. Bunun kimi sən nədir? Hər qaçdıqsan yerinə qoyasan, Elə həlləşir. Hey, sakitləşdir, yorulur, sakitləşir. Gülya hanı? Hə? Gülya hanı? İyi, oradadır. Mən də elə soruşuram. Gülüyor hanım. Gülya hanı arxamda elə. Burada ya. Hasan. Uydu ona bax, görsən. Biz əmicinlə ilan tutmağa da getmişik. Ha, mən onu görmüşəm o videonu. Yaxına qoymuşlar. Gülyanın yanına. Ay, gül yanında orada. Ya Gülya her şeydir. Gülya nazlı qozludur. Amma valla bu Gülüçka deyil, bu Əcdahadır. əcdahadır. Gör fərqə bax aralarında, görsən. Bu evdə qala bilərsən bir gecə. Ha, niye kal? Gece yatırsan. Gülüçka. Yaxşı yerlənir. Gülürük. Gülüyə gəlir sənə. Əmi, şeydir bu, sən haralarından vurub göstərə bilərsən? 1, 2, 3, 4, 5, 6, Amma buraları bilmirəm, bu təzə olur. 7, 8. Təzə olur. Kəsilib hə barmaqları ondan sonra. O qanqren eləyir də o. Bəs o nə qədər ona Ölümün olmayıb bunlar. Bax ölümün olan biri bu olur, biri də bu. Buradan da olur. Bəs onun nə qədər müddətinə müdaxilə eləmək lazım? Nə qədər vaxt var, yəni vurandan sonra? O dəqiqə ücə eləmək lazım, yoxsa bir neçə saat dözürsən? O bir saat söhbətində ücə bədəni zəhərləyir də. Çalışdığın qədər elə bil. Ən nə qədər tezdə? İlkin yardımı odur ki, çoxlu su içəsən, bir də ilan vuran yerə buz qoya biləsən. Ləngidir. Bəs sən necə momentlərdə vurub, evdə vurub yoxsa çöl? Yox, evdə yox. Evdə olan deyil, buradan olur. Məsəl üçün deyil bu. Küçümsən mən gördüm. Torbaya belə qoyanda. Amma elə tutum da, torbaya belə qoyanda dişdə çöldə də axı. Tıp ilişib barmağı. Biri var vura ayrı şeydir. Hə, prosta. Ha, elə şeylər. Toxunub elə belə. Ha, bax. Balınsada yanına getdim. Balınsada ilan vurandan sonra da getdim ki oxuyur. Dedim ilan vuran oxuyur, dedi hardan oxuyuram. Qaç ağrıyır. Bu arada əmlərimiz qazidirlər. Birinci Qarabağ müharibəsində də iştirak ediblər. Bunun var videosu da, yəni gəzirdi.
Mən də əl çəkmirəm. Mehdi nə hə də. Baxacam da. Yağlı deyə əlimi vuran nəsə belə yağlıdır. Mət ilan dərisi elə deyəsən. Yenə aşağı olmur. Zat vurmuşsan, hə sən ona nə vurdun sən onu dərisini düzəldəndə? Nəyi? Deyir yağlıdır. Əmi, Hə. nətər tapdın cəsədi Hasan. bunu? Elə üstü burada şeydə ölmüşdü. Pis oldun əmi. Hə, yox, bir gözləyirdim, bilirdim öləcək. O şey yaşla əlaqəlidir. Hə. Aa, çalon da əmilədi. Budur. Həmin odur bax. Deyirəm nə? Nə axtarırsan burada sən? Ona bax. Ha buradayam, gəl. Arvadı gətirdi, qaqolya başını qoydu yerə. Əmi, bir sözünüz qulluğunuz olsa, nömrəm var sizdə. İstədiyiniz vaxt yığa bilərsiniz, yaza bilərsiniz. Mən sizin bir qardaşınız oğluyam. Əlbəttə, bura istəyir. Allah razı. Mən ilanlarla nə problem olsa sizi yığacam. Bəli. Oldu əmican. Sağ olun, var olun, minnətdaram. Çox sağ olun. Yaşayır hazır olur. İnşallah ayın 16-sına. Ayın 16-sına. Açıldı. Tez get. Gedəyəm, yolumuz uzundur. Bəxt yerin hələ çəkiliş yeri. Mingəçöhrə. Ya da Göyçay, ikisindən biri. Zeyn nəsə deyirəm qəfildən olmayın. Aradan girərsən, Mingəçöhrə evlərin içindən gir. Buna yaxın düşür. Baş üstə əmican. Oldu, çox sağ olun, minnətdaram. Ya Allah. Nətər idi Emin abi? Nə bilim valla. Qorxulu. Maraqlı birincisi. Qorxu indi düzdür, biraz rahatlaşdım. Hə. Hə, biraz rahatlaşdım. Axıra gördüm ki, şey Safe zaten. hə, safedir də. Hə, belə amma 3 dəfə də ilan gördüm. Bu qədər böyük Bu qədər yaxından. yaxından və fısıltısını eşitmək, yəni 2 dəfə oldu məndə. Yəni nə deyim, maraqlı idi. Heç vaxt yaşamamışdım belə bir şey. Çox qorxulu həqiqətən. Amma o birisi var idi, balaca. O ikinci təhlükəli olan. Və onda o çox sürətli gəlirdi. Mən ona güvənmirdim. Mən ona güvənmirdim. Bir də ki o şeydi, o birisi daydı. Adı bilmirəm, o ağ köynəkli dayı kimi şey. Və o qorxurdu arada. Mən dedim ki, fisada yəqin da gəldi vurdu da, hə. Sən mən deyirdin ki, yaxındır, o gəlmədi. Yaxındır. Yo, o ehmal olur. Yəni deyir ki, ehtiyatlı olar, iş birdən olar. Bu cür fikirləşirdi. Maraqlıydı amma. İndi gedək ya Göyçaya ya da Mingəçevirə. Yolda qərarlaşdıraq. Həm Mingəçevirdə də dostlarımız var, həm Göyçayda da. Uşaqlar bu arada qısa da gəlsək Mingəçevirə, Ağdama, Göyçaya, hər hara olursa uzun da gələcək. Uzun nətər gələcək bilmirəm amma yəni boyumuz uzamış. Daha da belə detaylı çəkişlərə gələcək inşallah. Bu çəkişimiz biraz qısa oldu. Üzrlü sayasız. Uzun çəkilişlərimiz də təbii ki də olacaq deyib sağ-salamat yola düşürük. Sıxırıq, düşürük. Gedirik. Gənclər gəlmişik Göyçaya. Göyçaya gəlmişkən nə elədik? Nuru dayının yanına gətirdim səni. Göyçaylılar bilər, Nuru dayı məşhurdur. Bəli, görsən. Orada özündən uyğun bir resepti də var. Heç kimlə də bölüşmür, bir sirdir. Mən 3 dəfə Bu da anardır dostumuz. Bəlkə sudan mənə də alasın. Sənə bidonla qurbandır. Xoş gəldin, salam qardaş. Emin, Anar. Maşallah, xoş gəldin. Xoş gördük abi. Salam verəyik. Nuru dayıdakı brenddir da. Brend. Nuru dayı özü. Gündə 2 dəfə Nuru dayının suyundan tövsiyə olunur. Bir resepti də heç kimə demir. Özəlliyi nədir ki bəs? Özəlliyi Nuru dayının suyu olmağıdır. Görəcəksə bir dəfəlik Vüsal Bu Nuru dayını tapan mədik biz. Nuru dayı deyib pişir. Aman yox, nətərsin? Keyfini alın. Qardaşım bizə 3 stəkan. Sağ ol. Sağ olun. Hərcanlı sən Nuru dayının suyunu içəcəklər. 3 stəkan Nuru dayı. İç baxaq. Bir tadım kontrol. Nətərdir? Özəlliyi var. Məsələn, sən bunu başqa yerdə içsən, deyə bilərsən ki, bu Nuru dayının suyu deyil. Necə? Biraz limonata oxşuyur. Limonat hissi alır. Nuru dayının suyu.
şey yoxdur, daha doğrusu tərifi yoxdur da, yəni. Yəni sudur. Sudur. Şirin su. Abi içmədin sən? Sən içdin hə? Bir nəfəsə. Bu professionallıq deməkdir. Burada yerlilər bir dəfədir. Hiss elədim. O çox məşhurdur, çox. Anarı tanımayanlar üçün deyim, Göyçay videomdan bəlkə də tanıyırsınız, xatırlayırsınız. Göyçaya gəldik, dostlaşdıq. Buradan da keçəndə dedim bir Anara salam verim, elə keçək. Anar yavaş nə idi? Anar yıxıldı. Yıxılmışdım mən uşaqlar, çox pis maşın arxasından. Qardaş necəsən? Havar nə salamaçılıqdır? Deməli. Salam eləyik. Çöldə də otura bilər ya istəsən. Mənə fərqi yox. Biz öyrənmişik yazı. Çöldə oturaq içərdə. Şey demək heç bir fərqi yoxdur. Onda burada oturaq. Uşaqlar, Göyçay özü də axı, həqiqətən. Görürsüz? Salamatdır. Qəşəngdir. Çox qəşəngdir ha bura. Çox qəşəngdir. Belə gözləyirdin Göyçay? Yox, belə bir şey gözləmirəm. Mən elə bildim biraz daha belə necə deyim? Aram rayonlar üçün. Təbiət fason bir şey gözləyirdim. Amma belə maraqlı bir yer. Təbiətlə Dağ şey şəhəri qarışdırıb. kimi gözləyirsiniz. Siz Göyçayı ümumi bu barədə məlumat verməyən yoxdur deyə hamı Göyçayı dağlıq günün altında bir yer kimi təsəvvür edir. Amma elə deyil. Baxın da qardaş, Novostroka, Çinarlar şəhəri. Çinarlar şəhəri, sivilizasiya maşınlar düzülür. Gənclər, kababımız gəldi. Vay. Emin necədir? Üzümdə batan gülüş. Vay, nələrimiz var burada. Burada hər şeyimiz var. Antrikotumuz, yollarımız, göbələyimiz, sonra yablıq. Bir cavan gəncin özün yaxşı hiss etməyi üçün bütün Hər hər şey. şey orada izah olunur. Kababın qanlısı nəsə icidin o soğuk. Git qanlı kebab canı. Gənclər, bir videomuzun da sonuna gəldik. Sağ olsun bu gün Emin mənə yoldaşlıq Sən çox elədi. sağ ol. Möhtəşəm bir gün idi. Möhtəşəm bir proyektdir. Bu proyektdə həm gəzdik, həm yedik, həm içdik. İlan gördük. İlan gördük, qorxduq, güldük, əyləndik. Əyləndik. Hər şey var Belə idi. proyekt yoxdur. Uzun sözün qısası uşaqlar, bir sonraki videoda qonağım kim olsun onu yoruma yaza bilərsiniz və hansı rayona, hansı şəhərə gələk nəfəsim qurtardı. Təkrardan sizin qarşınızda Eminə təşəkkür edirəm.